Yazın gəlişinə saylı günlər qalır. İlin bu vaxtı tinkçilik təsərrüfatlarında canlanma olur. Tinklərin satışı həm əkin sahələrində, həm də bazarlarda təşkil olunur. Naxçıvanın iqlim şəraitinə uyğunlaşdırılan müxtəlif meyvə, bəzək ağacları və güllərin qiymətləri növə görə dəyişir. Qış fəslinin sonu artıq yazın gəlişinə sayılı günlər qalır. Mart ayındayıq və mart ayı tinc əkinləri üçün əlverişli ay sayılır. Satış mərkəzlərində də ölkəmizdə və Muxtar Respublikanın müxtəlif bölgələrindən gətirilmiş onlarla növ müxtəlif ağac tinclərinin satışı təşkil olunur. Qeyd edə bilərik, əriyin neçə növləri var, şəlalinin, şəftəlinin neçə növləri var, cavalının neçə növləri var, gilasın neçə növləri var. Var. 60-dan artıq belə növlərdə deyək ki, bu dəqiqə əlimizdə tinclərimiz var. Bəzi bizdə olmayan sort ağaclardan gətirib bunlardan istifadə edib burada həm özümüz əkib becərilik, həm də onların calaq üsulu ilə çoxaldıb artırılmasını, çoxaldıb Naxçıvan cəmaatına, bütün Bakının, Azərbaycanın da digər rayonlarına da göndərib biz öz təsərrüfatımızda yetişdirdiyimiz ağaclardan. Mart ayı tinc əkmək sezonu kimi bilinir. Mart ayında əsasən bütün növ tinclərdən əkmək olar. Bizim zonada indi ən çox məhsul verən, bar verən ərik ağacıdır və tez inkişafına görə də ərik ağacı başqa tinclərə nisbətən daha sürətlə inkişaf edir və daha tez bar verməyə başlayır. Naxçıvan şəhərindəki bazarlarda da tinklərin satışı təşkil olunur. Burada qiymətlər ağacın növünə görə 5 manatdan başlanmaqla 15-20 manat arası dəyişir. Alıcılar isə daha çox yerli sort tink almaq üçün bura tuturlar. Həyət yanı sahəm var, bağ ağaclarım, ərik ağaclarım quruyub. Gəldim buradan aldım, 25 manatdan aparıram əkəm. Yəni köhnə ağacları təzəliyək, onları kəsək. İndi vaxtıdır, bundan sonra bir aydan sonra əkərsənsə tutmaz. Ağac oyanmadan əkəcəksən. Bu mövsümdə alıcılar əsasən meyvə ağaclarına maraq göstərirlər. Bunlar calaq olunmuş gilas, alma, göcə, albalı, ərik və nar tinkləridir. Həmişəyaşıl və dekorativ ağaclar, eləcə də bəzək güllərinin bütün fəsillərdə təsərrüfatlarda satışı təşkil olunur. Əkilən hər ağacın barlı bəhərli olması arzusu ilə Xosrov İbrahimov, Cavad Hüseynov, NTV Xəbər.